integraldan mütləq şəkildə bir sual düşür və bu bir sual bəzən çox rahat, bəzən isə biraz çətin olur. Bugün çox rahat olan suala baxaq. Bizə sərhədləri bəlli olan bir integral verilib və A-nın qiymətini soruşur. Deməli, necə edərik? İntegral 1-dən 3-ə 3x kvadrat üstəgəl 2ax üstəgəl a dx 50-dir. Baxırıq ki, nəyin törəməsi 3x kvadrat verirdi? Təbii ki, x kubunun. Nəyin törəməsi 2ax verirdi? A, x kvadrat. X-in qüvvətini bir vahid artırırıq. A-nın yanında isə x yoxdur. Deməli, yanına x yazırıq. Sərhədlərimiz 1-dən 3-ə bərabərdir 56. Deməli, bizə nə lazımdır? F3 və F1 ki, bunların fərqi bizə 56 verəcək. F3 bərabərdir. X-in yerinə 3 yazsaq 27 üstəgəl 9a üstəgəl 3a bərabərdir 27 üstəgəl 12a-ya. F1 bərabərdir 1 üstəgəl a üstəgəl a. Bu isə bizə 2a üstəgəl 1 verəcək. Bizə lazım olan nə idi? F3 çıxılsın F1. F3'dən 27 üstəgəl 12a üstəgəl 2a üstəgəl 1. Daha doğrusu çıxılsın 2a üstəgəl 1 bərabərdir 56-ya. 27 üstəgəl 12a çıx 2a çıxılsın 1 56. Buradan 26 üstəgəl 10a bərabərdir 56-ya. 10a 30, a bərabərdir 3 olar. Buyurun.